icazə versəz biraz Müçtəbanın seçilməsi haqqında deyərdim də. Çünki orada 4 namizəd var idi. Aha. Onlardan biri Larijani'nin, yəni Təhlükəsizlik Şurasının katibinin qardaşı idi. 2 digərləri də var idi, amma Xameneyinin oğlu seçildi. Hesab edirəm ki, burada bir neçə deməli amil rol oynadı, əsas rol oynadı. Birinci, istər-istəməz deməli Xomeyni inqilab rəhbəri idi. Xameneyi onun deməli bir növ davamçısı idi, onun silahdaşı idi. Yəni artıq onun legitimliyi bu hadisələrdən doğmuşdu. 37 il rəhbərlikdə idi. Ona görə Xameneyi soyadının qalması istər-istəməz şuur altında, yəni elə həmənki hakimiyyətdir. Yəni legitimliyini artırır. Bu birinci faktordur. İkinci faktor, məhz bu indi seçilən Müçtəba Xameneyi 6 evladından Ali Xameneyinin məhz onunla işləyən, ən yaxın işləyən və onun katibliyində işləyən bir şəxsdir. Yəni ofis qalır. Yəni sırf idarəetmə baxımından da bu deməli üstünlükdür. Bu ikinci. İdarəçilikdə iştirak edib və ofis, yəni o piramidanın sadəcə olaraq atasının yerinə keçir də, bu da qalır. Bu ikinci faktor. Üçüncü faktor, mən bayaq etnik məsələyə toxundum. Axı Pezeşkiyanı hakimiyyətə gətirən Ali Xameneyi oldu. Bəli. Və Ali Xameneyinin də yarısı bilirsiniz ki, Azərbaycanlıdır. Və mən hesab edirəm ki, misal üçün Larijani ilə müqayisədə yəqin ki, Azərbaycanlılar üçün Müçtəba daha məqbul faktor idi. Və dördüncü faktor, İranda deməli müxtəlif rəqəmlər var, amma deyilənə görə iqtisadiyyatın 30%, bəlkə də biraz çox Sepahın əlindədir. Təxminən 30%-ə qədəri elə bilir ki, müxtəlif o fondlar var, onlarda fond adlanır da, o deməli qurumlardır. Dövlətin əlində, yəni mülki hakimiyyətin, Pezeşkiyanın əlində 25-30%-dir cəmisi. Ona görə hakimiyyət dəyişikliyi baş versəydi, orada resurslara nəzarət də dəyişərdi. Müçtəba hakimiyyətə gəlində bu yumşaq proses davam edir. Yəni yenidən iqtisadi bölgü deməli baş vermir. Yəni bu cəhətlərin hamısı birlikdə hesab edirəm ki, məhz Müçtəbanın seçilməsinə gətirdi, çıxardı. İndi keçək sizin suala. Hesab edirəm ki, Müçtəba birincisi heç də yumşaq siyasət aparmayacaq. Ən azı psixoloji cəhətdən bunun atasını, anasını, həyat yoldaşını və evladını Amerikalılar necə deyirlər, öldürüblər. Bu bir. İkinci, artıq İran duruş gətirdi deyə, burada bir dənə haşiyə çıxın. İran üçün qələbə nədir və Amerika üçün qələbə nədir? Amerika üçün qələbə budur ki, rejimi dəyişdirir və o dediyimiz rejimi dəyişməklə 3 məqsədin üçünə də çatır. Nüvə proqramı dayandırılır, ballistik proqram dayandırılır və İran, necə deyir, yaxın şərqdə artıq bütün o iddialarını və s. kənara qoyub qarışmır. Amerika üçün qələbə bundan ibarətdir. İran üçün qələbə hakimiyyətdə qalmaq kifayət edir. Yəni, baxmayaq ki, iqtisadiyyatı məhv olubdur. Siz dediyiniz kimi, Pezeşkiyan deyir ki, bizə o deməli, dəymiş ziyanı ödəsinlər. Ödəməsə də, istər-istəməz, əgər deməli, İran hakimiyyəti duruş gətirsə, yavaş-yavaş neft satmaqla və s. ilə iqtisadiyyatını yavaş-yavaş düzəldəcəkdir. Yəni, İran üçün məqlub olmamaq artıq deməli, bir növ qələbədir. Onların durumları fərqlidir. Ona görə, bax, belə bir necə deyirlər, o bıçaq sümüyə dirənibdir. Amma münasibətləri davam etdirəcəklərmi yəni? Mən hesab edirəm ki, ümumiyyətlə həmişə deyirlər ki, İranda deməli, dini rəhbərlikdə onlar rasional deyirlər, qeyri-rasionaldır. Yox, hadisələr göstərir ki, çox rasional hərəkət edirlər. Və onlar da əgər görsələr ki, necə deyirlər, Amerika artıq onlar da geri addım atmağa hazırdırlar. İran da geri addım atacaq. Çünki dediyim kimi, onlar üçün məqlub olmamaq özü qələbədir. Amma mən sizə deyim ki, bu heç də yaxşı, o qədər də yaxşı nəticə deyil. Çünki İranda hakimiyyət qalır. Elə, məsələn, Azərbaycan üçün götürək. Bəli. İranın sonraki addımları nə olacaqdır? Yada salaq, bu yaxından baş vermiş hadisələr. Naxçıvan. Ona görə, məsələ, bu baxımdan Azərbaycanla Türkiyənin birgə çıxış eləməsi və hətta mən deyərdim ki, Türk Dövlətləri Təşkilatının, birliyinin birgə mövqeyi də çox vacibdir. Çünki mən sizi inandırıram ki, Türkiyənin mövqeyi yəqin ki, İranın içərisində, xüsusilə Sepahın içərisindəki o dəliqanlıları yəqin ki, sakitləşdirdi.